bir var ki, Əhl-i Beytə sən təvəssül eləyəsən. Bu, o qədər də belə təəccüblüdür. Qəribəsi orasındadır ki, Əhl-i Beytə böyük insanlar, peyğəmbərlər təvəssül eləyib. Bu bir. İkinci söz budur. Fatimə-i Zəhra salamullahi əleyha o insandır ki, Əhl-i Beyt ona təvəssül edir. Yəni, əgər peyğəmbərlər Əhl-i Beytə təvəssül edib, Əhl-i Beyti vasitə tutublar Allahla öz aralarında, xanım Zəhranı da Əhl-i Beyt vasitə tutub özləri ilə Allah arasında. Bir neçə nümunəsini zikr edəcəm, amma Quran ayələrindən sonra. Sual bundan ibarətdir ki, bəziləri təvəssülü qəbul eləmir. Sözləri də, fikirləri də budur ki, çünki təvəssül Allahdan başqasından bir şey istəməkdir, ona görə olmaz. Biz namazda deyirik, İyyəkə nə'budu və İyyəkə nəstə'in. İlahi, ancaq səndən kömək istəyirik. Allahdan başqasından bir şey istəmək olmaz. Vəsilə, təvəssül Allahdan başqasından bir şey istəməkdir deyə olmaz. Amma təvəssül olar, kimisə vasitə tuta bilərəm, xeyr, niyə? Çünki sən vasitədən istəyirsən, ona görə olmaz. Yaxşı, sual budur ki, Allahdan başqasından istəmək olar, yoxsa yox? Bu sualın cavabında bəziləri iki dənə şərt deyir. Bir, bəli, başqasından istəmək olar iki şərtinə. Biri budur ki, baxır nə istəyirsən. İkincisi də budur ki, baxır sənin istədiyin şəxs həyatda yaşayır, yoxsa ölüb dünyadan gedir. Əgər sağdırsa istəyə bilərsən, əgər ölübsə istəyə bilməzsən. Birinci şərt də bu idi ki, baxır sən nə istəyirsən. İstədiyin şey adi işlərdəndirsə istəyə bilərsən. İstədiyin şey qeyri-adi, fövqəl-adi işlərdəndirsə istəyə bilməzsən. Bu iki şərt daxilində Allahdan qeyrisindən istəyə bilərsən. Gərək biri diri ola, ikincisi də ki, sən istədiyin şey qeyri-adi şey olmuyor, adi şeylərdən ola. Məsələn, bir-birimizdən ki, istəyirik, mənə su ver, mənə çörək ver, bir-birimizi vasitə tuturuq adi işlərdə, bu adi təbii qanunlara uyğun bir prosesdir, davranışdır, təbii həyatdır ki, biz yaşayırıq, bu normal bir haldır. Amma qeyri-adi işləri biridən istəmək olmaz. Hətta adi işləri belə ölüdən istəmək olmaz. Amma bu cavab heç bir elmi və dini əsasa söykənmir. Yəni, bu cavab yanlış bir cavabdır. Allahdan qeyrisindən bir şey istəmək olar sualının cavabında bu iki dənə şərt heç bir əsasa söykənməz.